eğlenceler edirik her şeyin en güzelini. Sizlere gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedi Kanal. Deyirəm ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Gör nəvəmi üçün nə aparıram. Piredo bezi. Bunu ki uşağa bağladılar. Səncə? Uşaq quzu kimi ya. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri. Yaxşı, sonra danışarıq. Abşeron Mall alış-veriş, əyləncə və istirahəti bir araya gətirir. Burada eviniz üçün lazım olan mebel, məişət texnikası, dekorasiya, tekstil, qab-qacaq və gündəlik ehtiyac məhsullarını bir arada tapa bilərsiniz. Mall daxilində fəaliyyət göstərən restoranlar, kofe-şoplar ziyarətçilərə rahat və komfortlu vaxt keçirmək imkanı yaradır. Uşaqlar üçün isə Abşeronland əyləncə mərkəzi və Lego evi fəaliyyət göstərir. Geniş parking sahəsi və ailəvi atmosferi ilə Abşeron Mall hər yaş qrupu üçün ideal alış-veriş və istirahət məkanına çevrilib. Mən Ofisayt mağazasında satıcıyam və məktəblilərimiz üçün oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq! Bu dəqiqə. Bu dəqiqə xəzarla xanım. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. O İlyasa. Ölləm, mən yorğunluqdan ölləm. Mən səhərə çətin sağ çıxam. Bər baxı. Oy. Sən əynini də dəyişmədin, bir tikə çay çörək də yemədin, elə girdin yerinə. Madəm. Elə yorğunam İlyasa. Eşitirsən? Ha. Bax, bugün 4 dənə evdə konserv düzəltmişəm. Bax, səhər getdim Lökvatana. Lökvatandan çıxıb getmişəm Zığa. Zığdan çıxıb getmişəm Pirallahya. Pirallahdan təzən çıxıb getmişəm Ələtə. Ölləm, mənim üstümdə ağlayan lazımdır bu dəqiqə. Bax, elə yorğunçuluq var. Yaxşı ki, işlərimin yarısını da attım sabaha, yoxsa mən çətin qaydaydım. Zəng eləyən elə deyir ki, gəl konserverimə qaz vur. Gəl konserverimə qaz vur. Da mən adam deyiləm. Da mən yazın qazın kimi vuracaq. Ölləm baxı, mən də insanım. Az deyin də, az deyin. İşte görək başımıza nə gəlir. Oy. Elə danışırsan ki, ilin 3 ayını işləyirsən da. Yerdə qalan günlərdə qırt düşmüş toyuq kimi oturursan o divanda. Altının 18 dənə yumurtası çatmır. Sənin bəxtin onda gətirdi ki, mən yorğunam. Mən işləyirəm, sənin cavabını verəm. Sənin cavabını mən payıza verəcəm. Mənim sezonum başda, bitəndə. Yer tirrən yat. Tirrənim elə mi? Nə olar? Onsuz da bu dağılmışdan da tirrənib yatmağa gəldik sana biz. Amma... Ha. Ağrı. Həvəsimi kəsirsən, ey? Sabit söz deyim. Həqiqətən bu yağ girəndən var ha. Konsener ustalarının qəbuluna düşmək icra hakiminin qəbuluna düşməkdən daha çətindir. Səni inandırım, haralardan zəng gəlir? Aşağılardan, yuxarılardan. 211 ilə başlayan bütün nümunələrdən zəng gəlir. Eləmi? Səni inandırım ki, özdə
Elə adamlar mənə zəng elib ağız açır ki, ay qadan qarım gəl bizim konserləri izlə. Ay başına dönüm gəl bizim konserləri izlə. Qalım belə. Onun şokundan çıxan biləm. O adam mənə ağız açdı. Görsənmi? Fəxr eləyək. Fəxr elə. Bu da mənə deyir tırran yat. Zığlan yat. Mənə deyirsən eləmi? Mənə deyirsən eləmi? Hə. Sənin cavabın mən payızda verəcəm. Səbir ol. Səbir ol. Coming soon. Coming soon. Sana deyirəm də mən. Nəzər tərəfədim deyim. Qıdığın gəlir, nə tərəfədim. Kimdə bu gecə vaxt? Az buradan maman olar ha. Mam Nabrandadır. Kimdən gedir bu? Nə bilim. Həmişə belə valideyninə qarşı belə diqqətli ol, bax. Bir övladda sənsən, bax. Kimdə görəm bu gecə vaxt? Qoymazlar iş. Ölü diye ölü. Hə, qardaş, sənin başıma Ha dönüm. bu da kadar ha, hara diyorsun ha? O hayal nə yaxşı sənin evin var ha. Kadar? Oo. Ya belə şaşıyorum ha. Ay usta, sənin başıma dönüm. Bəs səhər mən səndən danışdım axı. Dedim, ha konserin ustası, nə olar, gəl bizim o konseri düzət də. Yanırıq istidən, başıma dönüm. Neçədə Sən qalıb? də dedin, gələm, biz də gözləyirik, indi gələr bu saat, indi gələr bu saat. Ölüyə istidən. Nefsine de kalan. Ay sağ ol. Ha, deyirəm səs hardansa tanış gəlir. Hə. Başıma dönüm. Orada arvad səsi gəlirdi amma nə. Ay istidən, istidən məndə kişilik qalıb, sənin başıma dönüm. Ev bir sənədər istidir, Hadi. canım üçün. Bizim ev elə istidir ki, Ha. hamı ləhlidir. Bu. Canım üçün, gir evə, hamının dili çöldədir, bax. Belə qalmış. Ha, nə olar, ay konserin ustası, ay sənə qurb olum, gəl onu düzətdə başıma dönüm, nə olar? Evet, sən nətər qardaş, mən əslində planım o idi, gəlib sənin evində sən. konserləri düzəltmək. Ay sən. İntihası işim elə gətirdi ki, çox yorğun idim. Da ələtdən dedim birbaşa gəlim evə, sabah gəlib sənin konserini düzəldərəm. Yaxşı, de gecən xeyrə qalsın. Ha, yox, başıma dönüm. Gətirsənə bu, gətirsənə bu. Ay sən qurbam, sən başa düşmür, inanırsan. Yenə deyirəm, sən bizim evi görsən, ay ev alışıb yanırıq. Ay deyirəm, bu gecə bir dənə hissi var idi, hissi vardı. Mən gördüm, dözənmirəm, yatanmıram. Vannanı doldurdum soğuk suyla. Girdim içinə, camış kimi ağanamışam, zəhərə kimi. Bədənimə su deyər, camış kimi beləmi? Səhərə kimi, ölüyə istidən. Bu dəqiqə bax, harada istidən səhərlə keçən var, konserləri icad edən atası rəhmət oxuyur. Nə olar, o rəhmətdən sən də qazanda. Gəl, sən də düzə, sən də atva rəhmət oxuyaq. Bildim qardaş. Bu sezonda sizin atoza 2 dənə xət gedir. Kimsə rəhmət oxuyur, kimsə lənət oxuyur. Elə mən lənət oxuyum, sən baş ver. Bildim. Gözlə Gözəl qardaş, əziz qardaş. Haydi. Sabah gəlib ilk işim o olacaq ki, sənin konserini düzəldim. Yaxşı, de gecən xeyrə qalsın. Hə, başa düşmüsən, Sabah sağ ol. Mən sənə elə xoş tartıma deyəsən. Tamam. Qanacağın qabətin olsun, ha. Düz sənə mən Neden? Ha bu. Üstü qalıb da. Bu qanacaqsız. Qanacağın qabətin olsun, hatta. Ya gədə işimi düşdüsə, hə? Eləmə, dur. Qafama düşər. Arma, polisə yıxarma, polisə yıxarma. Armadan Az yersiz qaldı, yersiz. Ay qardaş, sən nə yapırsan? Ne edirsən? Başı. Hara qucağına alıb qaçırdırsan? Apardana bunda kuzan kulu apardana yapara bilərsən? Yapara bilərsən? Ver cavabını. Elə bir qız qaçırdır, Hara götürüb aparsan? Başı, qorma. Axşamın xeyir olsun, başı. Axşamın xeyir olsun. Başı, sənə qurban. Sən məni qınamı. Sən həyat yoldaşından səhər danışmışdın. O dedi ki, gəlib düzəldəcəm, gəlmədi. Biz də istidən pişiriyə boşuna dönüm. İnanırsan, bütün günü tərririk, çaydan içirik. Tərririk, çaydan içirik. Elə bir hamam deyə başı, ev hamam. Və siz belə tərrirsiniz, çay niyə içirsiniz, Arvadıma dönən bir akruşkadan zaten düzəlsin içində sərinlənin. Ölənlərin rəhmət. Ölənlərin rəhmət. Başı, o saat bilinirsən, bilmirsən, kənd cəmaatı dörsən, başa dönüm. İstidə adamı sərinlədən bir dənə içici var, o da çaydır. Çay içirsən, adamın odun alır içində, qurban olum.
Ona görə yoldaş fədənəm, bir dənə mənə yarım saat o konsentrasyon gələk də, nə olar, başıma dönüm. Ben bir şey görmedim. Elə, hayır. Ha kadın hanım bak saat 1 tamamdır. Bak bu dakika kansere müzaldalar kardeş. Nefsel haradır, bura da, nə olar ki? Yox, mən bax. Sən get, səhər gözünü açan kimi gələcək sizə. Heç səhər yeməyi də verməyəcəm ya ona. Birbaşa sizə gələcək. Oğlum da böyle zaftırık versin akı. Bu boyda zaman töreni ortasına bir tane enziri koy. Ki alabda sana zaftırık. İnandırım seni kardeş, bu enzire satana şimdi ben doğuram. Yaxşı. Zaftırık verelim. Damatın yanında ağzı baştırmaz. Yaxşı. Yaxşı, çıra. Sen can. Bəyənmirsən, çayına bu çocuğun xarabasına. Sənin mən bu dəqiqə konserli otaq lazım özümü yıxmağa. Sənə bu çocuğun xarabasına. Böyle canım la. Dur. Yarın da böyle kov. Ya kardeş diğer çabuk çalışan da adam sen adam balasın. Başa düşmür, sabaha qalan manağa işsidir, başa düşmür. Ya bir çeşit olsan ha. Bu. Nere? Hayır. Mənim, aynətən insan adamlar. Mənim arvadım. Gecə bir dənə nağarıb, Xaldenin qapısını açıb qabanda yatıb. İnanırsan. Eyb yox da, heç nə olmaz. Yəni bu gecəni yola verin. Səhər sübh tezdən sizdədir. Yaxşı qardaş, gəl mən səni yola Yola salım. vermir, niyə başı? Yox, narahat olma. Gelin yola salonu. Hə, gəl, gəl. Baş, elə istidir. Sabah çalacağım. Sənə qurbanım, elə istidir. Hə. Yatmaq olmur. Mən səni başa düşürəm, qardaş. Prosto ki, aman ver, qoy bu gecəni yatsın, yorğun gəlib. Doğrudan. Hə, bilsən nə qədər qapılar gəldi. Sən də onu evdə tapanmırsan, eləmi? Hə, harda tapıram ki, hər gün bir 4-5 dənə evə gedir, kondisioner düzəldib gəlir, üzünü görürəm. Sen çağırma bunu yerine. Mənə bax, bacı. Bu yay piştiş eləmisən. Eləmişəm, amma tam eləməmişəm da. Lobya bağladım elə, lobya bağladım. Eləcə onu. Az yemin gir sen de. Ana. Her kişi. Bak. Senin kışlarını kıracağım ben. Hay? Kışlarını kıracağım senin. Yeri canlı bunu yerine. Ya zığlan yat. Bana çatanda zığla. Hey. Deyirəm, qəribə adamlar var. Görsen vaz. Kişini nə tər götürüb qucağına qaçırdırdı. Ərindən fəxr elək. Özümü bu dəqiqə sən nə kimi istəyirlər? İmkanlı kişinin tək qızı kimi. Qapından elçilər getmirək. Yatırlar, fəxr elək, fəxr elə. Fəxr elə, ərindən fəxr elə. Yavaş ol, yavaş ol. Bu. 3 aydı da əmrün. Sonra mətbəx talakanı kimi o başa evin içində gəzəsən. 3 ay. Nə deyirsən, elə mi? Hə, sənə deyirəm. Sentyabrda verəcəm sənin cavabını, tamam? Yeri zıqlan. Ata minirsən? Qardaş, axşamın xeyir olsun. Axşamın xeyir, nə qarsan qarsan burada? Sənə qurban olum. Hə? Nə olar, nə insas adamsan? Gedək bir dənə nə olar? O konseri düzelt da. İstidir, istidən yatmaq olur. Bax, Bildim də qardaş, deyirəm sabah gəlib düzəldəcəm də. hə, sabah qalanmırıq. Deyirəm, elə tərriri ki, bizdən qonşuya su axır. Başa düşürsən onu. Elə tərriri. Nə qarım gəlib altıqa vanna qoyum, nə qarım mən? Səbir olsun, adamsan, adam balasın. Nə qədər insas adamsan, Ha, belə çöl, nə də? Ay, bunun nə işi var burada? Qardaş, sən hardan girdin bizim yataq otağımıza? Ay, mən bu dəqiqə polisə yığıram. Duracam, yürü. Dem de. Başı, ha başı. Sən başı deyirəm, ha insafsız. Evə oğru girmişəm, sən mən, borca sən vurursan. Hey. Nə olar, bir yarım saatlıq bir dənə geçsin, maşınla gəlmişəm, özüm aparacam. Düzəltsin başı. Qaydaq gələk, inan, işçi alodur, bizim ev alodur. İnan, qardaş, demək də siz başı, bəri gəlin. Hər sözdən buna deyəmirəm. Gözdə gəlirəm, gözdə. Sən maddi, Sonra mənə danışarsan, ha? narahat qoy, görüm dərdi nədir? Baş, təsəvvür et, bizim arvad o qədər tərləyir ki, Hə. canım su. Tərpələndə duz tökülür arvaddan. Harda hatdır, elə bir masajır gölündə duz yığıram.
Evimiz Texaduzun içindədir. Nə olar, sən başıma dönüm. Bir dənə şeylə, bax, elə duzun içindəyik, bizə bir dənə yaxşı dana lazım ki, bizi yalasın. Belə babat dana. Ha kardeş sabah geleceğim, yanımda da bir tane dana getireceğim. Her taraflı. Saatine gün cadıp çıkacağım. Saniye ehtiyac yoxdur. Nə olar, bu gecə gəl, konser gəl, biz də rahat yataq da, nə olar ki? Bu bensiz yatan mı? Korku. Bəli. Vay. Bax, sən bunu apardın kondisionerinizi düzəltdirməyə, hə? Ay, sağ ol. Mən nə tər eləyəcəm? Ay sağ ol. Qorxuram. Gecə tək qalanmırsan bax. Yox, yox. Hə, indi mənə çatdı. Baş gəl onda belə eləyək. Nə tər? Daha görəm. Gəl belə. Nətər eləyək? Mən olsa maşınla gəlmişəm. Aha. Gəl mən maşın verim sənə. Sənə konum atdım. Sən get bizə. Get konser düzəlt, mən qalın bacıyla burada. Səhərin otaqda yatacağım bacımın bölünə, nə olacaq? Olmaz elə, yox, çatdı mənə, çatdı. Hadi posese gel. Qardaş, yer Gel posese çəkə. gel. Bir dəqiqə dayan. Tapdım. Gəl onda belə eləyək. Hə. Qoybam, gəl belə eləyək. Gəl bacı da bizdən geçsin. O zaman maşınla da gedək bizdən, bizim gedək də darıxırlar. Olsun bizimki ilə, bir-birini yerləsinlər. Sən də konserini düzəlt, sonra gətirmişsə düşürdüm də. Ay adamsan, adam balasan. Ay güzel insan. Ay deyirəm ki sabah gelip cadırım da ne istersen ben. Arabamırsan ben. Ay sabah bəlkə mən çıxmadım bu hissdən, mən ürəm gəlsin. Ya senin yüreğin dayanmaz gel. Yeri də, yeri də, yeri deyirəm. Yeri deyirəm. Çakacan ağasan, milçə öldürürsən. Buyur. Yere. Vay. Ne hayatsız adamlar var deyirəm. Axır istifadə elədim bunu. Sıfta edelim mi? Hə. Gel yıkıl yerine. Sən də görürsən ki, bu belə zəli adamdır da. Get bunun kondisionerini düzelt da. Bak ben Helat'tan neter gidim oraya. Bak Helat'tan ben ne vakit gideceğim Nefsler'e. Nefsler'de konseri ne vakit edeceğim. Sonra oradan çıkıp ben öz dağılmışıma neter geleceğim. Gelmeyeyim bura. Beni görmek istemişsen sen. Məsələ xoşdur, gecənin bir yarısı gəlib evimizin içinə girir. Xoşdursa, Sizde oldu sana bir defa oldu yaxşı. zığlal onda. Yine zıklanım öyle mi? Yaxşı. Ya. Yattık ha. Ağıza böyle bu lükat var ya ağıza bak. Böyle ağız olar ha. Kaça bu sözüm istemez. Buyur. Sana bunu vuracağım dayan. Sana bunu vuracağım. Dayan. Sana vuracağım ben dayan. Gəbər. Az bırak ha. Gəbər, Arvad. Az bırak Arvad, gəbər. Bax, Arvad. Eşəm. Bir dakika, Bizim evin Hə. konserin gəlib düzəltməyən usta bax budur. Bax, sabah da mənə havaya qoyan bax budur. Sənə bizim kondisioneri gəlib düzəltməyən. Ha? Göş qabaq. Getdi kondisioneri Bir dakika. Gözü kaç tane be? Bu arvadı o tismer yatıp sen gene mi? Demisən axşam gəlib düzəldəcəm. Demişim. Bə niyə gəlmirsən? Deməli məsələ belə ki, Bə niyə gəlmirsən? deməli məsələ belə ki, Bə niyə gəlmirsən? Biz səni çox oturub gözləməliyik. Evdə buğlana xeyr ola, biz səni oturub Ha gözləməliyik. bir dakika dayan lan bu. Bir dakika dayan lan. Bu kadar kalma bu. Araba dersi size bizden ha. Hə, sən başa düşmürsən, bizim evdə bu dəqiqə elə bir hissi var ki, mən rəhmətli dədəmlə anamın şəklini vurmuşam divara. Bax belə deyən olar, bax belə baş-başa. İstəyən ola da ayrılıb. Elə istidir, gəl onu düzət də. Abicim dakika abacım ben 24 saat işlem aptekte öyle. Senin kadar kalın. Derim ki sabah ilk işim size gelip o kanserini düzeltme olacak bacım. Başka dönüm. Yeri çık git koy yıkmak yatağa. Koy dincelep bizde. Diyor sabahı. Hayır, biz dözənmirik, başa düşmürsən? Abi- İstidir. Ben bir gece dozanmırsan. Dözənmirik. Partlayırıq istidən. Ev elə bir parnoydu. Bax, ikimiz də oturmuşuq. Bax, belə fikrimizi çıxardı, belə tulluyuruq. Bax, belə çıxardı, bax, belə tulluyuruq. Abi de gel kan portadasın lan sen. Diyelim tercih edeceğim ne istiyorsun zamanla la? Nağarıq be biz səhərə qədər nağarıq. Ben bildim ben ne var mıyım ben karab elem sensin kanseneri. Məbiyyət deyir ki, Hə. istidir pəncərəni açıq qoyuyorsun da. Buna bax, mənə idea ver. Alırsan. Ben şart demişim. İçeri geçen pencereni açırsan serni olur da pisti. Pisdir. He.
Gəlmir. Hə. Biz pəncərəni açırıq, oradan hava gəlmir. Gəlmir. Nağar mı? Yoxdur, orada qabaqda restoran var, oradan muzika səsi gəlir. Ondan heç yatanmırıq. Ha, başa düşürsən, pəncərəni də aça bilmir. Düzbəldə restoran var, o səs bizim beyində işləyir. O cır-hacırda o restoranda oxuyurlar ki, cənnət uzaqlarda deyir, neftçilər torpağındadır. Neftçilərə cənnət var ha. Ha, bildim daha, mən nağarım, benim günahım geldi. Ben ama okuyan orada. Ben nağarım, beni niye kırtıyorsunuz ya? Gəl kondisionerimizi düzelt, ölürük istidən, patlayırıq, yanırıq. Seher geleceğim bacım, söz veririm. Deyirəm, seher geleceğim. Dedi, geceniz xeyrə qalsın. Başladık, siz yola sal. Səhər? Hə. Nə olar, səhər gələsən də Seher eləmi? geleceğim, bütlər. Heç zad olmaz. Hə. Sən səhər bizə gələnə qədər, mən də bu gecə sizdə yataram. Çəkin. Ay, çəkərsə mənə. Siz kimsiniz ay xanım? Sənin ərvin canı çıxardı. Gəlib bizim konserlerimizi düzəldərdi, mən də gedib öz evimdə yatardım. Çəkil o yana. Başlasın. Bu. Ha, baş, nağarsın, sana başı. Nahayırım. Səhərə qədər burada yatacağım. Ölüm istidən. Gəl. Çəkil. Oxay, ay kişi, oxay. Axır ki, səhərin uzandıq. Deyirəm arva. 3 aydan sonra nakanesta. Başı, yat yer rahat ol başı. Rahatam. Yat, Ya yat bir başı. dakika körpəniz de öyle, hara yastırsan ha onu. Bunlar rahatsız, sen nağarsan ha sen benim yerimde. Ha, demirsən, səhər gələcək. Hə. Yataq səhər duraq gedək düzəldək də onu. Sen böyle rahat olmazsan benim yerimde. Ya, bak bak işte dur ayağa yorum ha, dur ayağa yorum ha, buna bak, rahatsızlığa bak ha. Ha, sana dursan bir uzan yerine ha. Ya yer qaldı mazanmağa. Gedirsən ay kişi. Tərpənmə gələm, bunu azdırım gəl. Hə. Yalan da böyle eləyək. Ya biz şirkədə sizin evine, o konteyneri düzeltip sonra gelip arabada verip koltuğunu apar. Ne deyirsən? Sən təəccüblənməzsən, mən qalım biraz yatım. Bu nə gecədən, mənim günahım neydi? Mənim Yaş, gəl gedək. çıxamamam. Gəl gedək. Çıxamamam. Mənə bax. Düzəlməsə gələcəm bu gecə buradayım. Gəl, yerimi saxlamışam, qoymayacam keçdim. Təkrar o yana. Başı, o əncirdən gör nağarsan, əncirdə atdıqdan. Hadi çıxamamam, gəl. Yerimi soyduram. Məni Gəl. qılın, eylək. Predonun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Mənə bax, ay qız, axşama futbol var. Dur, hazırlaş da. Hazırlaş deyəndə neyiniyim? Durun məşq eləyim. Şu yox, nə məşqi, biz futbola baxa-baxa nə yeyəcəyik? Sən ona görə narahat olma. Hə? Tapmışam, tapmışam. Gətir görüm. Chico'nun yeni dadları. Qarğıdalı aromalı çips fıstıq. Bəh, 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 bəh. Kabab aromalı çips fıstıq. Bəh, bəh. Paprika aromalı çips fıstıq. Hə, gətir onu, gətir bəri. Qoy bura, qoy bura. Ala, arvad, bu da mənim bazarlığım. Bəs deyirsən pulum yoxdur. Məndən pul gizlədirsən, israfi. Ay qız, yox, Deməli, nədir məsələ? Hər gün obadan 5 manatlıq alış-veriş eləyirsən, onu vurursan obanın mobil tətbiqinə, sənə bir obi verilir. 5 gün alış-veriş eləyirsən, bu eləyir 5 obi. 5 obi də 1 manatdır. Mən də alış-veriş elədim, obilərim və manatlarım çoxaldı. Obi! Ay, sağ ol. İndi gələ bu obiləri qoy evə. HEL sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan HEL qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu HEL-i sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. HEL gücünü keyfiyyətdən alan qlobal liderdir. Növbəti sənədimiz elə yayla bağlıdır. Yay gəldi, mütləq ki, bizim səyahətlərimiz başlayır. Həm öz vətənimizin gözəl güşələrini səyahət edirik, gedirik, istirahat edirik, həm də xaricə gedənlər də var aramızda. Var mı aramızda xaricə gedənlər? Sağ ol, hamısı mənə qolmaq adamdır. Ucardan çıxmamışıq həqiqətən. Yaxşıdır, vitamin D ucardadır da, ucara getməyə lazımdır. Bəli, Allah qismət eləsin, Allah qismət eləsin, gəzin, mütləq gəzin. Gəzin. Mən özüm də gəzəyənəm. Sözün yaxşı mənasında.
Hə dostlar, səyahət eləyən cütlüklər, ailələr bir də görsən, eşitmişik, deyə təyyarəyə gecikdim, təyyarə uçdu, nə bilim, çatdıra bilmədim. Bir var yatıb qalasan, evdə də, indi saat düz qurmamısan, təyyarəni uçurda bilərsən. Amma bizim bu cütlüklər təyyarə elə gecikirlər, hava limanının özündə. Hə, niyə gecikirlər, onu izləyəndə görəcəksiniz. Alqışlarınızla səyahətə gedirik deyirik və gürültü alqışlarla biz davam edirik. Seçimi eləyə bildiniz müəllim? Bu görə çiçəklə seçir. Nədir ömrüm? Mənə bax, görəsən pomidor yumurta geç hazır olar. Aeroportda eləmi? Narahat olma, deyək, sən pomidor yumurta düz qoşa bilərsən? Əlbəttə, problem yoxdur. Pişirəcəklər gətirəcəm. Qəşək bir dənə pomidor yumurta. Baş üstə, mənim gözüm üstə. Yağı yaxşı olsun. Yazır, nehrənin yağı. Kimin yağı? Nehrənin yağı. Nehrənin yağı. Nehrənin yağı, pomidor rozuvu. Pomidor rozuvu soyuldu. Pomidor rozuvu soyuldu. Qazaq pomidoru. Soyuldu. Soyulmağını bilirik də müəllim. Rozu. Pomidor yumurtanın qardaş, mən bunu yiyəniyəm deyirəm. Bu arvad lülə yiyib belə olmuyor. Bunu bağlı pomidor yumurta salıb. O yiyəniyib bilir də. Onu pomidoru soydu qardaş. Onu sonra qısa biraz elədiniz. Suyu qurudu dəymirsiniz. Suyu qurutdunuz. Bildin, görürsən ki, çəkildi calada. Ondan sonra biraz yağ qarışdırdın, vurdun üstüne götdün yəni. Yaxşı pomidor yumurta. Yaxşı. Pomidor yumurta. Müəllim, üzr istəyirəm. Pomidor yumurta bir pors. 2 porsda, 2 pors götürəcək. 2 pors. 2 pors. Mənə bax, sən yemirsən pomidor yumurta? İkisini də yemək fikrin var sənin. Birini özün için, birini mən. İnanırsan, acından ölüm. Acından ürəyim xarab ol, ürəyim siyrilir. İkisini də olsaydı yerdim. Yox. Maşallah, topuş iştahlı da. İştahı çox da, yeyimcil qadıdır. Ay kişi nə oldu? Bəli. Önümdəki taksi şoförü deyil, arvadın mı? Yiyimcil düz ad, nədir sən? Ağzını daşın bilmirsən. Yox, şirinliyi elədim. Şirinliyə bakır, orada şirinliyi yeyirsən də. Bildim mən. Çox yeyir, nə? Arvad məndir. Bilmirəm müəllim. Onu demirəm, deyirəm, arvad məndir. Nə istəyir, sifariş verir, gəlsin. Versin, nə yer Nuş canım. Pomidor yumurta götürəcək. Gəl buradan elə biz samolyota gedəyik. Tez elə burası. Tez elə görək. Müəllim, üzr istəyirəm. İçməyə bir şey olacaq. Hel var da burada. Bəli. Arvad heldən içəcək, hellənəcək. Üzr istəyirəm, şellənəcək. Yürü git pomidor yumurtanı pişirsən. Bildim. Ağzının danışığını bilmirsən. Bunun pişirdiyi pomidor yumurta nə olacaq? Mən çörək əlavə eləyək, çörək olsun. Çörək eləyin ona, isti təndir çörək olsun. Sizdə var, təndir var sizdə. Bir dənəsini arvada bir dənə yapsın onun bir dənə tez bəzən. Mənim hava limanı deyə bizdə təndir nə gəzir bir də? Hava limanında pomidor yumurta verirsiniz. Yox, pomidor yumurta olur, amma təndir yox. O gileylən, denən ki, narazıdırlar. Neyniyim? Gileyləni bildim. O tost aparatı var bizdə, çörəyi orada qızdıracaq bilir. Ne qarış, təyyarəyə geçsin. Bir dəqiqə. Bəli. Bir dəqiqə. O pomidor yumurtanı gətirəndə zəhmət olmasan, onun yanında bir qəşəng sərin xiyarda soyub qoyarsınız. Sərin xiyar. Bir ki oldu qəşəng deyiləm. Bir də əgər... Görüş kafesində dözsən lan. Evin tikisi. Get pomidor yumurtanı göstərir, aeroportda sömdür. Bir də zəhmət olmasa, o pomidor yumurtanı geçən sacda, yağızadı, yan bol gətirsəz laf əli olar. Sacda olsun. Sacda pişirir. Sacda. Sacda aeroportdayıq, aeroportdayıq. Çeşlədə döyülük. Bildim mənim. Bu dəqiqə hazır olan kimi gətirirəm. Oldu. Bakı-Antalya reysinin sərnişinləri Məmmədova Bənövşə və Məmmədov Famil. Zəhmət olmasa 14-cü qapıya yaxınlaşın. Famil! Famil bizi! Yatır. Yox, biz çiğimizi adımızı çəkdik. Bənövşə Famil! Çiçək, otur. Otur, narahat olma. Dedi, axı Bənövşə Famil yaxınlaşın dedi. Tez edin. Mən Antalya kimlə gedirəm ya? Görməm, bunun Antalyada nə işi var? Bunu denən göndər Nabrana, özün ged Antalya'na. Ay kız.
O değil. O onun işidir. O değil. He. Bizde ne? O narahat olmuyor. O böyle çöreğimiz ye. Ondan sonra hele onu var hele. Elə. Birinci dəfə deyil ki biz gedirik. Hemen birinci dəfədə gedirəm. İndi sən birinci dəfədə, mən birinci dəfə deyil baxın. Mən 4 dəfə pesat dəyişmişəm. Narahat olma. Bakı-Antalya reysinin sərnişinləri Məmmədova Bənövşə və Məmmədov Famil. Zəhmət olmasa 14-cü qapıya yaxınlaşın. Təyyarəyə gecikirsiniz. Famil bir şey deyir, Famil. Tamam canım bir şey deyir, Famil. Tutana kışı otur. Değil yaxınlaşın, Famil. Bənövşə deyir, Famil deyir. Dərdə düşdü. Yenə deyirəm. Geç papam canım, geç. Antalya səndən getmək israfdır. Onu ki. Görsən orada nə qədər növbə var. Görsən onu. He. Gördün? Gördüm. Onlar içəri keçəsi, o çamadanlar yerləşəsi, eləyəsi. Narahat olma. Onlar bizsiz qardaşım pomidor yumurtanı bura düzəldilər. Onlar bizsiz gedə bilmək. İxtiyarı yoxdur ki, biz niyə keçmişik, aeroportun içindəyik. Bildiniz, hərədi keçmişik, gömürük ki, yox bilir ki burada. Pomidor yumurtanı yiyək ondan sonra. Bu pomidor yumurta orada olmalıdır. Yox, ay Famil, deyirəm, pomidor yumurta vacib deyir də, nə olar? Başımız qarışar bu pomidor yumurtaya. Samolotumuz uçar, pullarımız batar. Narahat olmadır. Sən bu dəqiqə, sən istirahətdəsən sənə. Hədə. Antalya hardan başlayır? Hardan başlayır? Aeroportdan. Girdin vəssalam. Sən bu dəqiqə ancaq odaqlan pomidor yumurtaya. Hə, yaxşı. Orada da ta Çin ha ta. Hə? Dənizə gir də keçən dəfə. Hə. Bildin də, o qədər yedin. Lokum. Adam nə qədər lokum yer. Çıx da, sən axırıncı son gündə girdin dənizə. Mənə bax, Famil, orada şortla çimə bilərəm, kupanik tapmamışam. Yenə deyirəm, birinci axırında olsun ki, mən Antalya belə gedirəm. Mən Antalya belə gedirəm. Hə. Qardaş, nə oldu pomidor yumurta? Famil! Bu bizim samolotlu Xotadlar! Xotadlı samolotlu Famil! Sen narahat olma, sen panik yapma. Panik yapma. Ben bir de sen şeye odaklan, ben bir de görüm bizim söz. Ses şirin gelir. Ses doğma gelir. Bizim ses adama değil, gel. Sen narahat olma. Kardeş pomidor yumurtadan ne haber? Benim şapçık! Sen pasportu yumurta işte samalıyor. Yedin mi pomidor yumurtanı? Yedin mi pomidor yumurtanı? Yedin mi götür hala. Götür samal. Bak fırladı, verirsen bunu. Verirsen bunu, teyze. Telefon kaldı. Böyle çık. Oraya taraftan düşersen bu tarafa. Ay, halı kaçak! Ay müəllim, isti pomidor yumurta gəlib sacda. Çörək də təndir. Bilirdim, indi gəlir qardaş bu. İndi bəyək də sizi gözləmir, nə olub pomidorun? Müəllim, biz niyə xanımınız dedi sacda gətir? Nə qardaş? Yox, Naxçıvan terminalından gedib saz götürüb pişirtmişik bunu. Hərdən? Naxçıvan terminalından. Naxçıvan terminalında sacdan yazır ha? Orada hər şey var da bizdə yoxdur. Çəkil gönül içiyordu, içine bak. Ay, mən- Bas geçsin, bas geçsin deyirəm. Bas. Çəkil. Ay müəllim, bir dəqiqə dayanın, qapılar bağlanır. Bir de bu cilsin qalan verədən pasportu. Ay müəllim. Ay, kız! Çəkil bir dənə. Müəllim, bir dəqiqə. Ay müəllim, qapılar bağlanıb. Kardeş bunu tut orada. Ay Ver içeri, müəllim, ver. qapılar Cilsin bağlanıb. içeri. Ay müəllim, bir dəqiqə gözlüyün hara geçirsiniz? Qapılar bağlanıb, ay müəllim. Neyinirsiniz, ay müəllim? Ay müəllim, qapılar bağlanıb. İçində doğğa var idi, getdi doğğa. Ay müəllim, bir dəqiqə gözlüyün müəllim, qapılar bağlanıb. Hanım, yox, bir dənə tez bir dənə zəhmət olmuşsa. Müəllim, bilirəm, çox üzr istəyirəm. Qapılar bağlanıb artıq. Biz sizin adınızı neçə dəfə anons elədik, amma siz gəlmədiniz. Haradaydınız bayaq? Nə vaxt elədik? Biz sizin... Nə vaxt? Biz eşitmədik, eşitirsən. Eşitmədik, nə vaxt eləmişsiniz? Biz dəfələrlə sizin adınızı anons elədik, amma siz gəlmədiniz. Qapılar bağlanıb. Mən bu dəqiqə canlı yayım açıram. Bizim TikTok səhifəmiz var. Biz sizi bir abır edəcəyik. Nədir səhifəmizin adı? Cinsiyet hesablama.
Cinsiyet hesaplama. Hə. Durun. Hə? O səhifələrin altından yazan sənsən. Hanım, çok özür dilerim. Biz biraz geciktik, lenkli oldu. Bu birinci dəfədir gəlir. Bu birinci bu naşı düşdü. Mən də sən də dedim gəlin xanım gəlmədi bizi zəhmət olmasa. Bəli, mən sizi anlayıram. Zəhmət olmasa sakit olaq. Amma... Yox, sakitəm. Bəli, amma təyyarə gördüyünüz kimi artıq uçuş zolağındadır. Ona görə də qapılar da bağlıdır, mümkündür. Bizə nə lazım? Buradan biz keçək. Mən keçsəm gələcək. Gəl. Bir də xanım, bir də xanım. Bir dəqiqə, müəllim. Xanım, bir dəqiqə. Müəllim, bir dəqiqə. Xanım. Ay qız. Bir dəqiqə, çox üzr istəyirəm. Kişilərin qırarsan indi. Üzr istəyirəm, Xanım, müəllim. anlayırıq. Ne deyirəm, xanım? Biz birinci dəfə ayaqlar bas çəksin. Ay müəllim. Hadi öldüm hadi. Biz kesmeliyiz içeri. Bizim biletimiz var. Biletimiz olmasa razıyık. Ay kızım elimizde biletimiz var. Bırak koy keçeyi de aç şu kapını da. Ay xanım! Çox xahiş edirəm, sakit olaq. Trapı götürüblər. Artıq gördüyünüz kimi təyyarəniz uçur. Xanım, hayır. Uçur. Trampı qatmıyor bura. Trampı, biz bir dənə şeriyə biz keçiyoruz xanım. Çox xahiş edirəm. Aydır da evdə Antalya gedirik. Bu istirahati bizim burnumuzdan gətirmiyor. Çox xahiş edirəm. Çox xahiş edirəm. Mən sizi anlayıram. Bəli. Müəllim, mən sizi anlayıram. Çox sağ ol, çox sağ ol. Amma baxın. Uçdu. Müəllim, gəl hadi. Çək sarı, çək sarı. Xanım, qapı çək. Ay xanım, siz nə edirsiniz? Xahiş edirəm. Kadın xeylanı siz itəliyirsiniz. Kadın xeylanı siz itəliyirsiniz. Bilirsinizmi bu kimdir? Bilirsiniz. Bilirsən mi bu? Kimdir? Bilmirəm mən də kimdir. Mən sizdə üz gördüm müəllim. Çox üzr istəyirəm müəllim. Artıq qapılar bağladı. Biz sizin adınızı neçə dəfə anons elədik, amma siz yaxınlaşmadınız. Siz nə edirdiniz, haradaydınız? Mən sizə deyim, nə? Gördün ay Famil, gördün. Dedim desene, adımızı çekinler. Gel çığa gidelim. Gidin yok, biz siz uçabilmezler. Gördün yeter uçlar indi. Haradaydınız? Biz elə bir ki, əyləşdik, siz çağırdınız, biz eşitdik. Sizdən əvvəl biz pomidor yumurta sifariş vermişdik. Onu gözlüdük, pomidor yumurtanı yiyib gəlirdik. Ay müəllim, pomidor yumurta nədir? Hava limanında pomidor yumurta nədir? Bildim, hemen alım, hələ bu lülə deyir, mən pomidor yumurta. Lüləyə bax, 6 saat buradayıq. Mən dedim pomidor yumurta çıxaq gələk. Mənə heç olmasa, məni bıraxım gedim. Ay müəllim, onsuz da təyyarədə sizə yemək veriləcəkdi də. Təyyarəyə qalxan kimi yeməyiniz də veriləcəkdi, qəşəng dincələcəydiniz də. Niyə belə eləyirsiniz? Qubaya gəlməmişsiniz, hava limanına gəlmişsiniz, ay müəllim. Gördün, sən nə dedim? Gördüm. Sana ne dedim? Dedim mi duraq gedək? Mecbur idi pomidor yumurtanı yeyəsən. Nə mecburdu pomidor yumurtanı yeyəsən? Gələ yeyəsən o pomidor yumurtanı. Tapmırsan pomidor yumurtanı. Hemen sen dedim. Ömür boyu yediğin pomidor yumurta olsa. İyinin ayının birinden pomidor yumurta, lobya badımıza, pomidor yumurta, lobya badımıza, pomidor yumurta, lobya... Ne yiyirsən başka? Yaxşı da. Gəlin mecbur aeroport... Bu aeroporta yeməliydi axı. Bu aeroporta xüsusilə bu pomidor yumurtanı belə çörəklə batırıb, onun şəklini çəkib, paylaşdın mı? Paylaşdın mı? Belə də. Səhifəni qaldıracaqsa, o səhifəni də bağla, o səhifəni bağla. Cinsi hesablama da nədir? Müəllim, ay müəllim. Pomidor yumurta da buna bax, isti. Siz istədiyiniz kimi kərə yağında pişirmişəm, təndir çörəkdə. Onu götürün zəhmət olmasa. Ya bir dənə ki, pomidor yumurta yeyirdi, sən də zalimin balası. Yeri ged o tərəfə, sən bu vaxtında ged. Yeri sazıfı götür o tərəfə keçə. Yeri sadını götür o tərəfə keçə. Mən Antalya'nın altını səndən çıxarama. Yox, mən bunun... Antalya'nın altını səndən çıxaram. Üzr istəyirəm. Ay müəllim, bu pomidor yumurta mənim üstümdə qalır. Xahiş edirəm, bunu götür. Pomidor yumurtayı yeridi bir dəqiqə. Ay müəllim, buna bu Qaşınır qədər... bu. Ay müəllim, bu qədər əziyyət çəkilib, bu kərə yağında pişirib, qəşəng. Yağına bax, çörəyi batır ye. Hanım, çox üzr istəyirəm. Siz bizə şərait yaradın, biz özümüz keçəcəyik də. Hələ də oradadır da xanım, çox xahiş edirəm. Çox xahiş edirəm. Bizi şərait yaradın, biz keçəcəyik. Müəllim, ana bax. Artıq buludların arasına girdim. Ana bax. Bir gələcək bax. Odur. Bəli. Gördün onu? İndi gələcəkdilər ki, nə yeyirsiniz? Ət yeyirsiniz, toyuq yeyirsiniz, saska yeyirsiniz, yumurta yeyirsiniz. Özdə, o samolotun yeməyi elə yeməli olur, elə yeməli olur. Sen canı. O
O balaca yemək, o dar düttənək yerdə. Onu elə yeyirik, elə səliqə ilə yeyirik. O yağına kimi yeyirik xanım. Yağına kimi yeyirik. Mənim ömrümdə ən zəhləm getdiyim sok tomat sokudur. Onu samolyotda elə lorta içirəm, elə içirəm. Bir dənə o tomat sokup bir dənə göydə gedir xanım. Müəllim, yemədiniz, getdiniz. Xanım, biz necə eləyə bilərik? Nətər danışaq eləyək? Heç nə müəllim, necə eləyirsiniz? Qayıdırsınız. Yəni, ola bilərmi ki, şofirə deyək ki, yəni oradan kuru gələsin dənizin üstündən? Razorot deyib qayıtsın, gəlsin biz də götürsün uçaq gedir. Burada nə var ki? Bir dənə razorot kuru eləsin, qayıtsın bura. Ay xanım, xırdalan kuruğu deyil bura. Hava limanındasınız. Pilota mən necə deyim? Deyirəm, qapılar bağlanıb. Neçə dəfə sizin adınızı səsləndirmişlər. Haradaydınız? Pomidor yumurta qalxdıdır. Çamadanlar nə tər olacaq? Orada Antalya'da yaxınlaşarsınız. Sizə kömək edəcəklər. Narahat olmayın. Hadi bay bay. Ciao bambino. Gələk mən atlanım gedərdim. Hara atlanır? Gələk mən atlanardım. Hara atlanır? Bax, mən axı yüngül atletika ilə məşğul olmuşam. Sən yüngül atletika ilə məşğul olmuşsan? Hə. Bəs nə vaxtdan ağırlaşdın belə? Yəqin sonra ağır atletika ilə məşğul olmuş. Sən o sənin qataram sazın içinə. Bildin? Belə yeyərim ha, başa üstünə. Mən şirinlik eləyirdim. Mən bu pomidor yumurtanı götürür, bu pulu qalıb mənim üstümdə, oradan hesabı da istəyirlər. Bunu götürür, taycə işinizi həll elədiniz də pomidor yumurtanı götürün, xahiş edirəm. Mən pul şeyimi verin. Pulunu verin, mən də aparım verim də, kassada gözləyirlər məni. Yaxdandan da nə qədər sifarişlər var, çatdıram. Bunu qoltuğun altına qoymuşsan pulu. Demirsən yandırarsan, evin düşürsün. Sən ala birdən bunu çıx. Siz özün yönünə ziyana düşmüşük. Çıx nədirsə qalan qaytın. Müəllim, bu 50 manatı az deyə bunun üstünü düzəldin, müəllim? Bunun üstünü düzəltmək lazımdır. Nə üstünü düzəldin? Pulun da, müəllim. Niyə ki? Bu düz gəlmir də, yəni biz az vermişsiniz. Pomidorum sən istəyədi ki? Hava limanında pomidor yumurtanın bir porsu 35 manatdır. 35 manat? Bəli. 35 manat. I love you. Aha. I love you too. Yox, yəni də bir anam başım olsun. Olsun, anam başım olsun. Yox, bu 100% qapışınır. Yox. Bu şarmını qapacağım. Yox, xahiş edirəm, səhv anladınız. Müəllim, bax, 35... Onu axırda özüm öpəcəm, sən narahat olma. Ağzınız şirin olsun. Müəllim, bax, 35, 70. 70, hə. 70, 20 manat da verirəm sənə. Yox, müəllim, elə deyil axı, elə deyil, başınıza deyim. Sajda bişəndə olur 150 manat. Başa düşmürəm, sən kim dedi sajda bizə pomidor yumurta bişir? Yoldaşınız. Mən onu tanımıram. Get pul ondan al. Mən nə demişəm? Mən sənə pomidor yumurta demişəm. Mən 70 manatımı verirəm, qalan ged ondan al. Mən onu tanımıram, özü bilə. Askrim, tanımıram onu. Onun vidina fasonuna bax, Kolumbiya arvatlarına oxşuyur. Şakiranın anasına oxşuyur. Mən tanımıram onu. Tanımıram, xaç elə verir. Bildim, mən deyəndə I love you tur, niyə üstümə gəlirdiniz onda? Ümumiyyətlə, kadına qarşı mənim bir həssaslığım var. Özün bilirsən, bildim, mən... Yox, olan pulumuz budur. Olan pulumuz yoxdur, vermir. Nə olsa öldürəsən beni? Sənə bizim bir səhifəmiz var, adını demək istəmirəm. Mən... O səhifədə səni biabır eləyərim. Açaraq biabır eləyər, bizim özünə nə qədər izləməmiz var. Yığışdır özünü. Mən bu pomidor yumurta bizdə belə başa gəlir də. Vermirik, nə deyəsən? Ne yesen, hə? Ne yesen? Vermirsiniz? Mən də qışqırmaya üstümə. Üstümə qışqırmaya. Sen ne danışırsan? Olsa yiyən də yoxdur burada. 150 manat pomidor yumurta olar. Gelin sizdən şikayət edəcəm bu dəqiqə. Mənə bax, dünən düşmüşdüm ona markete. Hə. Geçen oradan pomidor aldım. Yumurta aldım. Hə. Yağ aldım. Çörək aldım. Hamısı bir yerdə elədi 7 manat. Orada mobil tətbiqə yüklədim. Geçen məni kəşfət də qazandırdı. Sen ne diyorsun? 150 manat pomidor yumurta olar. Xanım, bura oba marketdə öyle, bura hava limanında, aeroportdur bura. Aldın onu, neynədin o? Pomidorlu yumurtanın yağı çörəyi deyirsən? Padruk alam gəlmişdi, pomidor yumurta eləyibdik. Dünən yedin də, düzdür. Yedim, hə. Gəlib bir gün yedi bunu. Yedin də, hər gün yeməlisən bunu. Düz dedi, az boğmalanmışsan, təzən nə yeyirsən bunu? Nəyinə lazım idi bu sənin? Yemirsən də ta. Verirəm. Hər gün pomidor yumurta olur elə. Mən verin, mən aparım hesab bağlam, xahiş edirəm. Bir gün çıkmışdı. Potdular onu. Ya sana nə olur? Hə. Mən də lap şeyləmsən, ala. Güzel mi? Buyurun müəllim, pomidor yumurtanız. İşiniz də həll olub. Oturun nuşcanlıqla yiyin. Burada. Nuşcanınız, halal xoşunuz. Halal xoşunuz. Ha bax. Hə.
Ötərdir. Qəşəngdir, öz aramız qəşəngdir. Qozuqlar dili qalıb, belə yağına baxır. Sən nə diri qalıb? Mən ömrümdə birinci dəfədir ki, biletə 4000 çıxdı, düzdürmü? 4150 manatlıq pomidor yumurta yeyirəm. Bu yeyilməlidir. Yeyilməlidir. Bu yeyilməlidir. Yeyilməlidir. Otur ye. Qardaş qırıb oturub yeyəcəyik. Geçmişik, geçmişik. Ya Allah! Qoy bura! Valideynlər üçün ən vacib məsələ sözsüz ki, körpələrin rahatlığı və sağlamlığıdır. Predo uşaq bezləri də gün boyu quruluq və komfortluq təmin edərək ana və ataların ürəyinə su səpir. İndi isə müxtəlif Predo məhsullarını bir market tətbiqində xüsusi endirimlərlə əldə edə bilərsiniz. Üstəlik hər ay fərqli məhsullarda da endirim fürsətləri qapınızı döyəcək. İlkin ödənişsiz, faizsiz, komissiyasız kredit imkanları ilə daha rahat alış-veriş təcrübəsi bir marketdə sizi gözləyir. Elə indi tətbiqi yükləyin və istədiklərinizi könül rahatlığı ilə sifariş edin. Abşeron Mall alış-veriş, əyləncə və istirahəti bir araya gətirir. Burada eviniz üçün lazım olan mebel, məişət texnikası, dekorasiya, tekstil, qab-qacaq və gündəlik ehtiyac məhsullarını bir arada tapa bilərsiniz. Mall daxilində fəaliyyət göstərən restoranlar, kofe-şoplar ziyarətçilərə rahat və komfortlu vaxt keçirmək imkanı yaradır. Uşaqlar üçün isə Abşeronland əyləncə mərkəzi və Lego evi fəaliyyət göstərir. Geniş parking sahəsi və ailəvi atmosferi ilə Abşeron Mall hər yaş qrupu üçün ideal alış-veriş və istirahət məkanına çevrilib. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzar xanım. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Sponsorumuz Çiko. Çiko yenə sakit durmadı. Bu dəfə səhnəyə sadəcə çərəz yox, xasiyyət çıxardı. Araxisin cəsarəti, paprikanın şıltaqlığı, kababın nazı, hamısı bir qabda yığışıb deyir ki, biz yeyilməyə yox, xatırlanmağa gəlmişik. O xırt-xırt səs var ha, o sadəcə səs deyil, əhvalın ritmidir. Bir dənə yeyirsən beynin deyir bəsdir, ürəyin deyir bir də. Və sən başa düşürsən ki, bu artıq çərəz deyil, bu bir zəiflikdir. Çiko'nun xırt-xırtlı, üstü ləzzət dolu örtülü təzarıq hisslərini alın dadın ki, anlayasız, bəzi dadlar danışmır, birbaşa ürəyə keçir, orada xırtıldır. Ala arvad, bu da mənim bazarlığım. Bəs deyirsən pulum yoxdur, məndən pul gizlədirsən, İsrafil. Ay qız yox deməli nədir məsələ? Hər gün obadan 5 manatlıq alış-veriş eləyirsən, onu vurursan obanın mobil tətbiqinə, sənə bir obi verilir. 5 gün alış-veriş eləyirsən, bu eləyir 5 obi. 5 obi də 1 manatdır. Mən də alış-veriş elədim, obilərim və manatlarım çoxaldı. Obi! Ay sağ ol. İndi gələ bu obiləri qoy evə. Hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də el alım. Sən geyinib haraya gedirsən? Bax, sən də evdə yoxsan. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O helləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol çatmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl, gedək sən alacam, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Təşəkkür ederim, var olalım. Gözəl. Çox sağ olun. Çox diqqətlisiniz. Çox sağ olun. Və biz? Hanımlara gül, bizə kart atarsınız. Evdəki alqış yemri. Nə alırsan? Yazıqlamı aldın, yox alqış getdim alqış.
bəstəkar, aranjmançı, bəlkə də musiqilərini eşidirsiniz. Nə gözəl musiqidir, amma o musiqini dünyaya gətirən o gözəl insanı tanımırsınız. Mahir mənim buradır. Mahir, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Bu gözəl insanı gürültü alqışlayaq həqiqətən də bizim. Neçə bəstələrin mahir ifasıdır Mahir mənim. Mahir mənim, siz olmuşsunuz Ordubadi. Amma sizi biz tanıyırdıq, İbrahimov. Ordubadi niyə götürürsünüz? Təxəllüs kimi götürmüşsünüz sizə? Siz orada baxdısınız. Dostlar, möhtəşəmsiniz. Bizim təşəkkürlərimiz var. İstəyirəm onları bildirəm. Bizi səhnə geyimlərini təmin edən Podium Park Bayer dənizə bir gürültü alqışlayıram sizdən. Şulamala bir gürültü alqışlayıram sizdən. Bir alqışla özünüzə istəyirəm və sizdən sağollaşırıq. Yenə öz vaxtımızda, öz saatımızda sizdən görüşmə ümidinə. Çalışın, salamat qalın. Sağ olun dostlar.